Bütün müsəlman şərq aləmində ilk qadın kino rejissor olan adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılan, Azərbaycan kinosuna töhfələr verən, Azərbaycanın ilk qadın kino rejissoru Qəmər xanım Salamzadənin həyatından danışacağam. Qəmər xanım Salamzadə 5 may 1908-ci ildə Naxçıvanın Culfa rayonunda maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açıb. Qəmər xanım Naxçıvanda qız məktəbində təhsil alıb. Daha sonra Naxçıvan teatrının rejissoru, aktyor Kazım Ziyanın dəvəti ilə teatrda hazırlanan tamaşalarda iştirak edib. Qəmər xanım Salamzadə 1923-cü ildə Bakıya gəlir və burada Ali Pedaqoji İnstitutunun Qadınlar şöbəsinə daxil olur. Tamaşaların birində yazıcı, dramaturq Cəfər Cabbarlı ilə tanış olur. Dramaturqla olan söhbətlər kinoya bağlanmasına səbəb yaradıb. Kino rejissor olmaq, filmlər çəkmək Qəmər xanımın ən böyük arzusuna çevrilir. Qəmər xanım Salamzadə Azərbaycan kinosunda da çox böyük zəhməti olub. Qəmər xanımın kinoda ilk işi 1930-cu ildə Qızıl Kol filmində rejissor köməkçisi vəzifəsində çalışıb. Rejissor assistenti kimi də 1932-ci ildə Əlsiz Adamlar, 1941-ci ildə Səbuhi və 1943-cü ildə Bir Ailə filmlərinin rejissor assistenti olub. Daha sonra ikinci rejissor kimi də 1935-ci ildə Rəqs edən Bağalar və 1938-ci ildə Ordenli Azərbaycan filminin də ikinci rejissoru olub. Rejissor kimi də Qəmər xanımın 1937-ci ildə Bəcəl Dəstə və 1944-cü ildə Şəfa Nəğməsi filminin həm ssenari müəllifi, həm də rejissoru Qəmər xanım Salamzadə olub. Qəmər xanımın həyat yoldaşı Azərbaycanın xalq rəssamı Salam Salamzadə olub. Milli İncəsənət Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin direktor vəzifəsində işləyib. Salam Salamzadənin 72 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. Salam Salamzadənin Wikipediyasında onun dəfn yeri Fəxri Xiyaban qeyd olunub. O da səhv məlumatdır. Salam Salamzadə Yasamal məzarlığında həyat yoldaşı Qəmər Salamzadənin yanında dəfn olunub. Qəmər xanımın atası şair Əliqulu Qəmküsarın Azərbaycanın satirik şairi Mirzə Ələkbər Sabir ilə və Cəlil Məmmədquluzadə ilə də yaxın dostluqları olub. 1906-cı ildə Molla Nəsrəddin jurnalının çıxmasında da Əliqulu Qəmküsarın böyük zəhməti olub. Mən bunu Mirzə Ələkbər Sabirin Xatirə ədəbiyyatı kitabını oxuyanda orada rast gəldim. Qəmər xanım Azərbaycanın ilk qadın kino rejissoru kimi Azərbaycan tarixinə əbədi olaraq düşüb.
Belə Azərbaycanın ilk kino rejissorlarından biri olan Mikayıl Mikayılovun mən uzun müddətdir ki, məzarını tapa bilmirəm. Çünki onu mənə kinoşünas Aydın Kazımzadə onun qısa da olsa həyatından danışıb. Son vaxtlar Mikayıl Mikayılov görmə qabiliyyətini də itirmişdi. Aydın müəllimin dediyinə görə onun övladı olmayıb. Mən uzun vaxtdır ki, Mikayıl Mikayılovun məzarını tapa bilmirəm. Mikayıl Mikayılov, o da Azərbaycanın demək olar ki, ilk kino rejissorudur. Lətif, İsmət filmlərinin rejissoru olub. Onu məndən Aydın Kazımzadə də xahiş edir ki, onun məzarını tap və uzun müddətdir ki, axtarıram, hələ də tapa bilmirəm. Belə Azərbaycan kino tarixinə əbədi olaraq iz qoyan Qəmər xanım Salamzadə Yasamal məzarlığında, ailə məzarlığında dəfn oldu. Gəlmişkən də Qəmər xanımın məzarını yuyub təmizləyəcəm. Mən qısa da olsa bu videonu çəkirəm ki, indiki nəsillər tanısınlar ki, Azərbaycanın ilk qadın kino rejissoru, adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılan Qəmər xanım Salamzadə kimi bizim kino rejissorumuz olub. Və mən qısa da olsa bu videonu çəkdim ki, və bildiklərimi də sizlərlə bölüşdüm. Qəmər xanımın həyat yoldaşı Azərbaycanın xalq rəssamı Salam Salamzadənin və onun 2 qızı da burada dəfn olunur. Onların məzarını yudum, təmizlədim. Bu da mənim Qəmər xanıma xidmətim olsun. Allah Qəmər xanıma və onun həyat yoldaşı Salam Salamzadəyə və onun 2 qızına rəhmət eləsin. Ruhları şad olsun.